Bizi izləyən hər kəsi salamlayıram. ACTV platformasında Artel adlı yeni layihənin birinci buraxılışına baxırsınız. Bu layihə mənim təqdimatımda ərsəyə gələcək. Mənim adım Səiddir. Layihənin formatı yarı müsahibə, yarı podkast şəklində olması nəzərdə tutulub. Burada əsas mövzu sənət və yaradıcılıq haqqında olacaq. Hər buraxılışda bir sənət nümayəndəsi mənim qonağım olacaq və mən ona öz suallarımı verəcəm. Biz müzakirələr eləyəcəyik. Tənqid də olacaq, söhbət də olacaq. Artel layihəsinin birinci buraxılışında biz Azərbaycanda ən səs-küylü sənət növü hesab edilən ədəbiyyat haqqında danışmaq qərarına gəldik. Mənim qonağım isə Həmid Piriyevdir. Salam Həmid bəy. Hər vaxtınız xeyir. Həmid bəy, mənə həmişə sizinlə ünsiyyət xoş olub. Hərçənd biz çox az görüşmüşük, amma virtual yazışmalarımız olub. Ümumiyyətlə həm şəxs olaraq maraqlı insan təəssüratı bağışlamısınız mənə, həm də sizin yaradıcılığınıza çox böyük sayğım var. Sizi ümumiyyətlə ədəbi mühitdə həm öz nəsildaşlarınız, həm də sizdən daha yaşlı olan ədiblər həmişə yaradıcılığınızı yüksək qiymətləndirirlər və sizi nəsildaşlarınızın arasında uğurlu imzalardan biri hesab eləyirlər. Birincisi, xoş sözlərə görə çox sağ olun. Dəvətə görə də çox sağ olun. Layihəniz uğurlu olsun, xeyirli olsun. Suala qalanda nə deyə bilərəm, yəni hələ fikirləşirlərsə sağ olsunlar, amma özümü çox da uğurlu hesab eləmirəm ədəbiyyat sahəsində. Bunu bir-iki dəfə söhbətlərimizdə dostlarla oturanda da demişdim. Əslində bəlkə də başqa sahədə olsaydım daha uğurlu ola bilərdim. Təxminən nə qədər müddətdir başlamışsınız yaradıcılıq fəaliyyətinə? Yazmağa əslində uşaqlıqdan başlamışam. Belə deyim, mən balacalıqda həmişə tək oynayırdım, çünki evdə qardaşlarım məndən çox böyüdülər və küçəmizdə mənim yaşadığım yox idi. Başqa küçəyə də getməyə qoymurdular məni. Ona görə həmişə tək oynayırdım və 10-11 yaşından evdə kitablar var idi. Başladım gündəlik mütaliəyə. Sonra yavaş-yavaş məktəb kitabxanasından götürürdüm, qohumlardan filan belə. Təxminən 13-14 yaşlarında şeir yazmağa başladım. 1-2 il oldu. Birinci tərcümələrimi də o vaxt eləmişdim. Uşaq yaşlarından başlamışsınız tərcümələrə? Birinci tərcümələrimi 14 yaşımda eləmişdim. Özü də Yesenin və Blokun şeirlərini eləmişdim. Nə maraqlı. Məktəb kitabxanasında o Şkolnaya biblioteka seriyası var idi. Orada Yesenin, Mayakovski, Blok üçü bir kitabdaydı. Rus dilində onu götürmüşdüm oxumağa. Yeseninin 26'lar haqqında Ballardı poemasını və 2-3 şeirini, Blokun da 2-3 şeirini tərcümə eləmişdim o vaxtı. İndi onlar qalmayıb məndə. Hələ birinci hekayəmi də o vaxtlar yazmışdım. Birinci hekayəmi əslində öz hekayəm deyirdi. Gorkinin Qaçaqlar adında bir hekayəsini elə bil o vaxtlar adını bilmirdim, belə bir şey olduğunu təbdil sonra öyrəndim ki, belə bir janr əslində var imiş. Onu təbdil eləmişdim. Sonra 15 yaşında mən məktəbdə çıxdım, 9-dan çıxdım, getdim peşə məktəbinə və paralel işləməyə başladım. Yəni 2-3 illik yazı məşğul olmadım. Bir də 18 yaşında, yəni ilk ciddi hekayəmi 18 yaşında yazmışam. Əskəriyə getməmişdən 1-2 ay qabaq işdən çıxmışdım, evdəydim, biraz vaxtım var idi, onu da yazmışdım və əskəriyədən gələndən sonra da davam eləməyə başladım. 2011-dən də çap olunmağa başladım. Birinci hekayəm 2011-ci ilin avqustunda çap olundu. Yəni, bayaqki sualın bəlkə də cavabı bunda gizlənir. Özümü nə üçün uğursuz, çox da uğurlu hesab eləmirəm. Çünki özüm yaşıma görə daha çox şey yaza bilərdim əslində. Tərcümə elə bil ki, onun qabağını alıb da biraz. Mən sizi tanıyanda sizin artıq 2 kitabınız çap olunmuşdu. Hekayə kitabları. Şanapipi haqqında mahnı və Sərçələr üçün poema 2 kitabınız çıxmışdı. Mən sizi ondan sonra başladım mətbuatdan tanımağa. Səhv eləmirəmsə, ən birinci kitabınız çap olunanda təqdimat keçirtməmişdiniz o kitabı. Yox, birincidə eləməmişdim, ikincidə elədim. Amma sonra gördüm ki, yəni əslində mənasız bir şeydir. O birisi kitablar üçün də eləmədim.
Demək, birinci kitabım çıxmışdı mənim 26 yaşım olanda, 2016-cı ildə, ikincisi 2017-də çıxdı. Sonra Məğlub kitabını 2020 yoxsa 21-ci ildə çap elətdirdim. Orada şeirlərdir, portret şeir, hekayələr və mono şeirlər. Yəni hekayəvari şeirdir də, belə deyək. Sonra 3 dənə nağılım çap olunub. 6 Uşaqlar üçün yazdığınız kitablar. Uşaq nağılları. Yəni mən belə başa düşürəm ki, təqdimat keçirməklə bir o qədər də aranız yoxdur. Çünki ümumiyyətlə bizdəki nəşriyyat kitab çap eləmək sistemi qətiyyən düzgündür. Çünki nəşriyyat yazıcı münasibətləri hələ indi formalaşmağa başlayır. Yəni yazıcı yazır, kitabını verir nəşriyyata, nəşriyyat çap eləyir və onun reklamı ilə məşğuldur. Yəni necə ki olmalıdır. Əvvəllər mənim kitablarım çap olunanda bu sistem hələ də formalaşmamışdı. Yazıcı özü çap elətdirirdi, dükanlara paylayırdı, təqdimat eləyirdi ki, bu yazıcının işi deyildi, çünki o başqa sahədir. Kitabın yazılmağı bir prosesdir. Yəni yazıcının işi kitabı yazmaqdır. Kitabın çap olunandan sonraki getməli olan proseslər artıq yazıcı o ilə məşğul olmamalıdır. Təqdimatlar da artıq həmin illərdə 2017-18-ci illərdə təqdimatlar da formatını dəyişmişdi. Təqdimatlar bizdə başlayıb hardasa 2011-10 bu illərdə başlamışdı. Onda maraqlıydı. Oxuculara da maraqlıydı. Təqdimatlara çox adam gəlirdi. Oxucular da gəlirdi. Oxuculara maraqlıydı. Gəlirdilər, yazısını görürdülər, imza alırdılar, söhbət eləyirdilər. Sonra artıq mənim elədiyim vaxt 17-18-ci illərdə ancaq döndü belə sünnət toyu kimi bir şeydə. Gedirdin hər yerdə ancaq 20-25 nəfər eyni adamlardır. O da nəyə görə gedir? Gedir ki, sabahlar mənim kitabımı çıxanda o gəlsin. Sən gələsən. Və yazıçılar özləri də bunu etiraf eləyirdilər. O da olub ki, təqdimatda bayırda dayanıb siqaret çəkəndə deyir ki, o vaxtı gəlmişdi mənim təqdimatıma, mən də ona görə gəldim. Əslində kitabı almaq istəmirdim. Bu şeylər, necə deyim, biraz ürəyimi vurur da, belə deyək. O təqdimatı elədim, amma sonra peşman oldum ki, gərək eləməzdim. Yəni, çünki lazımsız şeydir. Amma sizə bir-iki faktı deyim. Məsəl üçün, bizdə olub kitab təqdimatları tamamilə fərqli formatlarda. Məsələn, 10 ya 12 il bundan əvvəl, bəlkə də daha çox, Seymur Baycanın bir kitabın təqdimatı olmuşdu. Gecə klubunda olmuşdu. Bu cür şeylər olmuşdu. Ondan sonra Rasim Qaracanın kitabın adı yadımda deyil. Yəni, bir neçə il əvvəl, yəni elə bir uzaq keçmişdə deyil. O da təqdimat eləmişdi. Özü ilə deyəsən Zaqataladan çaxır da gətirmişdi. Qonaqlara çaxıra qonaq Bir neçə təqdimatında. O çünki təqdimatları həm də doğum günü gününə salır, fevral. Yəni həm də onu qeyd eləyir də bir dəfəlik. Olub Flora Hosteldə olub 2 təqdimatı, sonra Misra kafesində olub. Onların çoxsunda iştirak eləmişəm. Maraqlı olur. Çünki təqdimat kimi hiss eləmirsən də. Yəni gəldin, yazısını gördün, imzalı aldın, çıxdın, getdin, hələnsin. Otursan, söhbət eləyirsən, yəni çoxdan görmədiyin adamları görürsən. Bax, hələnsə maraqlıdır. Amma siz dediyinizlə mən də razıyam ki, adətən bizdə kitab təqdimatlarında eyni simaları görürük və burada bir növ toyda o şabaş ki salırlar. Yəni o kitabı almaq, imzalatmaq bir növ şabaşdır. Yəni mən bugün gəldim, bu kitabı əldə elədim, imzalatdırdım, sabah yəni nəzərində olsun, həm də bir növ belə mesaj ötürür. Mənim təqdimatım olanda sən də gələrsən, şabaşlı yazdırarsan. Bir də bundan başqa bizdə təqdimatlarda belə bir deyək, ssenari mi deyək, ya bir qaydaya çevrilmiş, yazılmamış qanunlar deyək, bir başlanğıcdan sona qədər müəyyən bir planka olur da. Birinci, belə deyək ki, tamada olur kitab təqdimatlarında, yaxud Masabəyi rolunu oynayan bir şəxs. Bu, adətən müəllifin yaxın dostlarından biri olur. O gəlir, başlayır tamada estetikasında, doğrudan da tamada kimi geyinir, belə Kremlyovski geyinir, gəlir. Ondan sonra söz verilir növbə ilə digər qonaqlara. Bu da toylarda olur, bəyin əmisi danışsın, dayısı danışsın. Bu cür bir-bir gəlirlər və təbii ki, hamısı tərif olacaq. Yəni, təqdimat günüdür, bayramdır. Heç bir belə çatışmazlıq, nöqsan filan qeyd olunmur. Bu minvalı axırda da imzalanma olur və imzalama qutarandan sonra da
həmin müəllif öz yaxın ətrafı ilə gedirlər kabab yeməyə. Kitabı yumağa. Kitabı yumağa, hə. Ona görə mən də bir neçə ildir əvvəllər gedirdim kitab təqdimatlarına. Həm hesab edirdim ki, müəllifə dəstək olmaq lazımdır. Həm o məqsədlə, həm gedib ünsiyyət qurmaq, məsələn, tanımadığın, orada bilirdin yazıçılar da olacaq, onlarla tanış olmaq, söhbət eləmək. Amma sonra elə məndə də bu, yəni halları gördüm. Ona görə bir neçə ildir mən də getmirəm. Sizdə özünə məxsus belə detallar var. Mən öncə bunu qeyd edeyim. Tahir Salahov da ümumiyyətlə rəsmlərində bir növ onun imzasına çevrilmiş belə bir detal var idi. Bir qırmızı rəngdə hansısa elementi qırmızı rəngdə verirdi. Məsələn, görürdün ki, o kontrasta uyğun gəlmir rənglər. Məsələn, sizin hekayələrdə də o dəstxətti görmək olar. Birinci bundan başlayaq ki, bizdə əslində qeyri-rəsmi olaraq ədəbiyyatda yəni belə bir bölgü yoxdur da, şəhər nəsli, kənd nəsli. Yəni sizin hekayələrinizi götürsək, bu əslində kənd nəsli sayılır. Çünki Abşeron bağlarında və Abşeron kəndlərində cərəyan edir hadisələrin çoxluğu. Çox qəribə belə məsələ var orada. Birinci, çox asan, bəsit belə dildə yazırsınız. Adi, gündəlik, hamıya tanış olan mənzərələri qeyd edirsiniz. Yəni hadisələr hamının görə biləcəyidir. Yəni yerlə göylə əlləşmirsiniz, özünüzü divara vurur, dağa daşa vurmursunuz da. Həyətdə, məhəllədə, kənddə, dalanda gördüyünüz hadisələri çevirirsiniz yazıya. Bunlar doğrudan çox maraqlıdır. Bundan başqa məsələn sizin obrazlarda ümumiləşdirici belə bir xüsusiyyəti görmüşəm, hiss eləmişəm. Məsələn sizin obrazlar 90% halda çox səbirli, çox təmkinlidirlər. Haykü ilə araları yoxdur. Yəni ahəstə, rəvan, özüm işləyirlərdə. Hə, sizin o və biraz da qapalılıq var obrazlarınızda. Yəni tam o rusca skript человек deyirlər. O qapalılıq müşahidə olunur. Onu da mən həmişə fikirləşirdim ki, yəqin öz xasiyyətini köçürür o hekayələrinə, əsərlərinə. Belə bir sual vermək istəyirəm sizə. Siz ümumiyyətlə dənizdən qorxursunuz? Hə. Mən 11 yaşımdan dənizə çimmirəm. Düz dəniz qırağında böyümüşük də. Bizim kəndimiz dəniz qırağındadır. 11 yaşından dənizə çimmirəm, amma düzdür. Sonra mən balıqçılıq texnikumunu oxudum. Gəmi elektromexaniki. Amma belə alındı ki, heç gəmidə işləmədim. Gəmiyə bir dəfə minmişəm. Payızda biz Nargin adasına getmişdik. Mən kulisdə işləyəndə reportaj hazırlamağa. Onda hiss elədim ki, yaxşı ki, dənizdə işləməmişəm. Çünki o gəmidən sahilə minmək, düşmək, o proses biraz çətin gəldi mənə. Mən bilirsiniz niyə görə soruşdum sizdən? Çünki sizin hekayələrinizdə Abşeronda cərəyan eləyir hadisələr. Amma dənizə ya gedib çatıb dənizin sahilində dayanırsınız. Yəni müəllif olaraq deyirəm. Ya da ümumiyyətlə dənizin adını çəkilmir və çox belə qəribə bir nüansdır ki, yəni insan özü Abşeronlu olur və Abşeronu təsvir eləyir. Yəni belə deyək də sözlə rəsmin çəkirdi Abşeronu. Özü tək Abşeronu ümumi halda yox. Məsələn, landşaftın ayrı sözlə rəsmi var sizdə. Flora faunası ayrı, məsəl üçün təsvirləri var. İnsanlara ayrı, mühit, hava ayrı. Amma sizdə ümumiyyətlə dənizə qədər getmirsiniz. Məsələn, Dana Kazımda maksimum dənizə gedir, intihar eləyir. Ondan başqa bir-iki yerdə belə dənizin adı keçir. Amma halbuki Abşerondan yazmaq həm də mütləq dənizə bir heç olmasa baş çəkmək lazımdır. Ona görə soruşdum. Və bir də xüsusi olaraq canlıların, bir də bitkilərin belə təsviri var. Mənə elə gəlir ki, siz onun üçün xüsusi olaraq xüsusi yer ayırırsınız da, yəni bu təsadüfən olmur. Yox. Məsələn, Raziyananın təsviri var sizdə Şaftalı Çiçəklərin fəsli hekayəsində. O ola bilməz də elə belə yazdığınız yerdə, yoxsa belə olur ki, elə təsadüfən yazmısınız, gəlib o təsvir yerinə çatıb o təsvir edirsiniz? Yox, məndə əsasən təsadüfən olur. Çünki mən hansı hekayəni yazmağa başlayanda təsəvvürüm biraz dumanlı olurdu. Mən burada nə yazacağım, onu dəqiq bilmirəm. Hətta olub ki, 2 yoxsa 3 hekayəmdə final yazıb qurtarmışam, görmüşəm ki, əvvəldə fikirləşdiyim kimi alınmadı da, hekayə özü elə bir ki, apardı məni. O təsvirlər zətdə yazı prosesində gəlir əsasən. Sonra bu Əkistay hekayəsində var idi, Görədildən Peşağıya gəlir baba. Oradakı o getdikcə duzlu, dənizin duzlu havası bunun paltarını çöküb nəmləndirir, ağırlaşdırır. O tamamilə yəni
yazı prosesində gələn təsadüfi bir Yəni əvvəlcədən elementdir. düşünülmüş şəkildə yox. fikirləşmirsiniz də, ölçmürsünüz ki, burada mən mütləq nəyisə təsvir edirəm. Yazanda o bayaqlar dediniz ki, o qəhrəmanların mənə oxşamağı. Məncə bu əksər yazıçılarda belədir. Yəni qəhrəmanların hamısında yazıcıdan nəsə olur. Bir detal olur, bir xasiyyət olur, bir xüsusiyyət olur, nəsə olur. Mənim də demək olar ki, bütün qəhrəmanlarımda məndən nəsə var, amma heç bir qəhrəmanın bütünlüyü də mən deyiləm də. Onun düzü çoxları elə bilir ki, məsəl üçün Şanapbidəki həzi mən özüməm yox. Yəni heç bir qəhrəman, mən belə deyək, öz yaşantılarımı, öz hisslərimi yazmağı çox qısqancam. Yəqin ki, haçansa memuar da yazsam, o şəxsi həyatıma aid yox, sırf yaradıcı həyatıma aid ola bilər. Çünki o şəxsi həyatımda yaşadığım, başıma gələn şeyləri mən paylaşmağı xoşlamıram. Ola bilər ki, söhbətdə bir dəfə kiminləsə, ən yaxın adamla danışanda deyim, amma yazmağa qətiyyən belə şeylər olmur. Amma dediyim kimi, qəhrəmanların hamısında məndən nəsə var, bir cüzi də olsa, belə bir şey. O dəniz maraqlı səs edib, onu da deyim, yadımdan çıxmamış. Azərbaycan ədəbiyyatında iki mövzu var ki, çox da geniş işləməyib. Biri meşə mövzusudur, biri də dəniz. Amma dəniz, çox hissəsi dənizə aid olan romanlar olub. Tərsanə romanı olub. Tərsanə romanı var, sonra Xalidə Hasılovanın Dəniz Çıraqları. Yəni, orada sırf dənizdə baş verir, əhvalatlar, hadisələr. Amma dənizdə mən nəyi demək istəyirəm? Məsəl üçün, balıqçılıq prosesi heç bir əsərdə mənim rastıma çıxmıyor. Yəni, balıqçılar necə dənizə çıxırlar, hansı hava şəraitində çıxırlar. Bu yoxdur. Bir də meşə çox təsvir olunmayıb. Düzü, meşədə cərəyan edən hekayələr zad var. Nə mənada deyirəm, ovçuların ov prosesi. O, bir dənə Aslan Quliyevin romanlarında rastıma çıxıb, Qabanovla məsəl üçün nə şey təsvir eləyir. O mənada dənizdə bizim üçün biraz o əlçatmaz, o uzaq yaşlılarda kimi qalıb orada. Mən istəyərəm dəniz haqqında, amma dəniz haqqında yazmaq üçün dənizi tanımaq lazımdır. Mən dənizi tanımıram bu mənada. Ona görə o hekayələrimdə o dənizə qədər cərəyan eləyir də, dəniz özü yoxdur, çünki mən dənizi tanımıram. Bundan savayı sizin qəhrəmanlarınız həm də çalışqan və zəhmətkeşdirlər, yəni fiziki əməklə məşğul olurlar və daha çox təsərrüfat, evdə olan kiçik təsərrüfatda məşğul olurlar. Məsələn, Şanapbidə də var bu, sonra Qarışqa Rusisində də var. Onda belə çıxır, sizdən keçib də o da, yəni siz çalışır. Yəni, kənddəkilərin hamısının elə həyat tərzi demək olar ki, oxşardır da. Əgər haradasa qıraqda işləyəni varsa, işə gedib gəlir, işləyəni yoxdursa, yəni daimi işdə, təsərrüfatla məşğuldur. Mən də həmin adamları yazdığıma görə onların həyat tərzi budur, onu da belə yazıram. Amma başqa hekayələrim var, şəhərdə cərəyan eləyən bir hekayəm var ki, onlarda zəhmətkeşlik, o da yəqin ki, mənim özümdən keçib olaraq. Məncə sizə də yaxşı məlumdur ki, mən sizin oxucunuzam. Yəni, demək olar ki, sizin bütün külliyyatınızı oxumuşam. Sizdə hekayə başlayır, müəyyən bir templə gedir, müəyyən ritm var. Sonluğa çatanda qəfildən ritm dayanır, sanki belə sürətlə idarə olunan avtomobilə qəfil belə tormoza basırsan da və bitir. Qəfil bitməyindən savayı da, yəni siz qeyri-müəyyənlik belə yaradırsınız da, yəni ya buraxırsınız oxucunun öhdəsinə ki, özü belə qərar versin, necə olacaq. Ümumiyyətlə, elə bir ki, son sözü demirsiniz də orada. Bir növ hekayəni yarımçıq saxlayırsınız. Bu 90% sizin hekayələrinizdə var. Yəni, bunun səbəbi nədir? Yəni, özü niyə belə qəfil ritmi saxlayırsınız? Özüm indiyəcən, yəni söz deyənəcən buna fikir verməmişdim. Bəlkə də göstərmək istədiyim səhnəni, demək istədiyim sözü deyirəm, yəni mənə belə gəlir ki, artıq hekayə qutarır mənim üçün, ola bilər. Amma indiyəcən nə mənə deməmişdilər ki, belə bir şey var, nə də özüm hiss eləməmişdim. Yeganə sizdə bir hekayədə Haramə Əhməd dastanında o çox uğurlu olub, alınıb da. Yəni, oxuyanda həqiqətən də görürsən ki, bu cürdə elə bitməli idi. Yəni, bir oxucu gözü ilə baxırsan və orada çox belə maraqlı tapmaca kimi bir
sual qoyulur. Yəni doğrudanmı bu Əhmədin özü imiş, yaxud özü deyilmiş. Amma ondan əvvəl yazdığınız, yəni Abşeron motivli hekayələrinizdə, yəni bu xüsusiyyət var. Müəyyən ritm var, temp var, hekayə gedir və sonluqda qəfil ritm, temp dayanır və yarımçıq kəsilir və bir qeyri-müəyyənlik olur. Oxucu bilmir necə olur. Bir çoxları qeyd eləyir ki, Hərami Əhməd dastanı ona görə yeni mərhələdir ki, orada tamamilə Abşeron motivlərindən uzaqlaşmısınız, tamamilə öz dəst xəttinizdən, öz üslubunuzdan çəkilib başqa bir mövzuya müraciət eləmisiniz. Amma orada da o bayaq Tahir Salahovun o detalı kimi o hekayə demək olar da, yəni o hekayədə də o detalı hissi görmək olur. Deməli deyir ki, bizim Tavrida sizin Baguan kimi dərya qırağındadır, amma bizim təbiət sizinkine oxşamaz. Baguanda olmusan əlbət, ora quraqlıqdır, şoranlıqdır. Yerdən yağ çıxdığı üçün torpaq əkin biçinə çox yararlı deyil. Yəni burada o hökməndi Abşerona yenə toxunmusunuz da. Bu yaradıcılıqda belə deyək də, Abşeron hekayələri düzdür, indiyəcən mənim haqqında bir neçə tənqidçilər də yazıb, başqa yazıçılar da yazıb. Hamısı xüsusilə vurğulayır ki, Bakı mövzusu, Bakı yazıcısı, Abşeron yazıcısı. Mən əslində bu ilə çox da razı deyirəm. Yəni o hələ bir ki, bir ittiham kimi qalır adamın üstündə. Sonra hələ bir dövrdə ola bilər ki, sən heç ondan çıxa da bilməyəsən. Özün özünü məcbur hesab eləyəsən ki, mən ancaq bu mövzuda yazmalıyam da. Yox, mən o ilə razı deyirəm. Həmin o yarlıqla da razı deyirəm, Abşeron yazıcısı. O bir mərhələ idi. Yazıçılığa təzə başlayanda adam gərək bildiyi şeylərdən daha çox yazsın da. Çünki bilmədiyi şeylərə girişmək aparıb çıxarta bilər. Mənim də bildiyim mövzu bu idi deyə həmin mərhələdə o hekayələri yazdım. Amma sonra ədəbiyyat haqqında fikirlərim belə deyək formalaşdıqca artıq başqa üfüqlərin olduğu qərarına gəldim. Ona görə bu cür hekayə həm də mənim özümə də maraqlıdır. Belə deyək, o Abşeron bir mərhələ idi və həmin mərhələ aşağı-yuxarı qurtarır mənim üçün. Bir dənə cəmisi hekayə var ki, onu yazmaq istəyirəm və o ilə də həmin o Abşeron çevrəsini qapatmaq istəyirəm. Hazırda yəni qaralamalar da çoxdur əlimdə, hekayələr, sonra iri həcmli də ola bilər. O Neft və Milyonlar səltənətinin faytonçusu, o kino haqqında idi. Mən onu da çox oxumuşdum, o kino haqqında. Əvvəl istəyirdim sənətli bir şey yazım. Sonra fikirləşdim ki, yəni məqalələr də çoxdur da, əgər mən bunu rahatlıqla tapıb oxuya bilirəmsə, deməli hamı bunu tapıb oxuya bilər. Bəlkə bunun hekayəsini yazım, o daha maraqlı gəldi mənə. O fikirlə onu yazdım. O silsilədən başqa bir neçə hekayə də var əlimdə, onları hələ yazıb qurtarmamışam. Kadr arxası mətnlər. Azərbaycanda kino sahəsi, yəni başlayan dövrlərdə ilk 10 illiklərmi, yoxsa 20 il ərzində çəkilən kinolar haqqında hekayələrdir. Hərami Əhmədin dastanı isə tamam başqa bir üslub oldu mənim üçün. Özüm üçün də bir yenilik oldu. Dekonstruksiya deyək də belə. Və o silsiləni də davam etdirmək istəyirəm. Ağlımda bir ki, başqa klasik divan ədəbiyyatının əsəri var. Onlardan da yəni qeydlərimi, qaralamalarımı götürmüşəm, amma hələ ki vaxt olmayıb başlamağa. Amma hə, yəni özüm üçün belə deyək də başqa bir mərhələnin başlamalı olduğunu hiss elədim və keçdim həmin dalğaya, belə deyək. Bilmirəm, mən sizə demişdim ya yox, Hərami Əhmədin dastanı hekayəsi çap olmamışdan əvvəl onu mənə telegrama göndərmişdiniz. Mən onu açıb oxuyan kimi birinci o səhnəni görəndə yadıma Tarantinonun Омерзительная восьмерка filmi düşmüşdü. Eyni ilə oxşayır o səhnələrə, yəni qarlı havada, orada gəlirlər, dilijansda gəlirlər onlar. Girirlər və bir qapalı bir məkan, orada salon ya pub kimi yerə. Burada da yəni müsəlman şərq ölkələrinə xas olan karvansaraya girir. Yəni o çox bənzəyirdi o hissləri. Bilmirəm, demişdim sizə. Demişdiniz, amma onu yazanda o kino çox oxşarlıqlar bir də görsən olur. Elə Şanapbi bir nəfər oxuyandan sonra orada
Həcə öz-özünə sual verir ki, görəsən şana pipiklər harda yatır, qışda hara gedirlər, bu sualı verir. Bir nəfər oxuyandan sonra demişdi ki, o Selingerin Çovdarlıqda uçurumdan qoruyan romanında da belə bir detal var. Ördəklər qışda hara gedir, qəhrəman özünə sual verir. Yəni, bunlar yazanda mənim yadımda olmur. Yəni, olursa da o alt şuurdan gəlir, yəqin ki, istər-istəməz bir bənzətmə kimi. Yəni, özümdən asılı deyir olar. Siz hazırda Yazıçılar Birliyinin üzvüsünüz. Nə qədər müddətdir? 21 yoxsa 22-ci ildə? 2018-ci ildə sizin bir dənə müsahibə çıxmışdı. Orada qeyd eləmişdiniz ki, 2014-cü ildə 7-8 ay AYO-da oldum, sonra oradan çıxdım. Yəni, qeyd edeyim izləyiciləri ki, AYO Azad Yazarlar Ocağıdır. Vaxtilə belə bir birlik fəaliyyət göstərib. İndi də fəaliyyət göstərir, amma yəni formal şəkildə gəlir. Yəni əvvəlki kimi sədası gəlmir. İndi heç yerdə üzv deyiləm və gələcəkdə də harasa üzv olmaq fikrim yoxdur. Demişdiniz bir neçə il əvvəl fikrim yoxdur. Sonra necə oldu fikriniz dəyişdi? Əvvəlcə o AYO məsələsini deyim. Əslində mən AYO-ya üzv olanda da artıq AYO demək olar ki, yox idi, fəaliyyətini dayandırmışdı. Neçənci illərdə idi? 2014-cü il idi. Jurnal da çıxmırdı, Alatoran da fəaliyyətini dayandırmışdı. Üzvlər də artıq dağılışmışdılar. Hərəsi bir tərəfdə idi. Bəziləri haqqın yolunu tapmışdı. Üzv olanda sədri Namiq idi, Namiq Hüseynov idi. Tərcüməçi. Tərcüməçi Namiq Hüseynov. Sonra bir 6-7 aydan sonra çox belə cüzi bir şeyin üstündə mübahisəmiz oldu oyla. Ona görə oradan çıxdım. Deyilənə görə, üzr istəyirəm, sözünüzü də kəsirəm, Bakılıları təhqir eləmişdi və əsas səbəb o idi. Belə var, belə söhbət? Olub. Yəni, təhqir nə mənada? İyulun 1-idir, səhv eləmirəmsə, Bakılılar günü, yoxsa iyunun 1-i? Yox, iyunun 1-i uşaqlar günüdür. İyulun 1-i. Əslində, yəni, bu günü kim təsis eləyib, nöş eləyib? Qeyri-rəsmi bir şeydir. Heç bilmirəm, heç maraqlı da deyil. Yəni, təbii ki, heç qeyd də eləmirik. Deməli, Facebookda bir nəfər belə lağ yazmışdı. Namiq də onun altına şərh yazmışdı. Ondan sonra biraz mübahisəmiz düşdü. Ona görə çıxdım AYO-dan. O müsahibəni verəndə elə fikirləşirdim ki, harasa üzv olmaram. Amma sonra elə oldu ki, Yazıçılar Birliyindən təklif elədilər, mən də üzv oldum. Amma onda artıq o düşüncələr də biraz dəyişmişdi ki, yəni çox da radikal yanaşmaq lazımdır. Yəni çox xüsusi bir şeydir. Yəni o kitabça 3 ildir, 4 ildir məndə də, amma nə bir dəfə istifadə eləmişəm. Yəni xeyri də yoxdur, ziyanı da yoxdur, belə deyək də. Yəni yer gəlmişkən deyim ki, əgər indi olsaydı, yəni Namiqə yəqin ki, o qədər sərt reaksiya göstərməzdim. Onda uşaq idi də, 24 yaşım var idi onda, 11 il bundan qabaq. Sonralar özüm də biraz peşman oldum ki, geriyə o cür reaksiya verməzdim, amma olub keçib də ədayi. Yəni, belə böyük mübahisə zad olmadı. Biraz da fikrimi dedim və Facebookda yazdım ki, AYO-dan çıxıram filan səbəbə. Yazıçılar Birliyi demiş, Azərbaycanda başqa sənət növlərinin də ittifaqları, birlikləri var. Rəssamlar var. Aşıqlar Birliyi var, Bəstəkarlar İttifaqı var. Bəstəkarlar İttifaqı var. Bir sual... Səhv eləmirəmsə, Meyxançılar Cəmiyyəti də olmalıdır. Doğrudan, yox, eşitməmişim o barədə. Mən bir 10 il qabaq deyəsən... Amma rəsmi deyil də, yəqin öz aralarında nəsə yığılı belə birlik kimi yaradır. Bəlkə kimsə zarafata yazmışdı, amma haradasa oxumuşdum ki, belə bir cəmiyyət var və Ağa Mirzə də onun sədridir. Digər sənət növünün ittifaqlarında biz sədrlərin həm yaşına, həm orada sədrlik kreslosunda oturduğu müddətə baxsaq, yəni heç də anardan az deyil də. Məsələn, Fərhad Xəlilov hər halda cavan adam deyil, yəni 80-ə yaxın yaşı var. Yaxud Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə xanımdır. Yəni o da neçə illərdir sədr kimi fəaliyyət göstərir. Amma digər sənət növləri ilə müqayisədə daha çox öz sədrlərini ədiblər tənqid edirlər. Yəni yazıçıların anarı tənqid elədiyi kimi, məsələn, rəssamlar heç vaxt Fərhad Xəlilovu tənqid eləmirlər. Yəni bunun səbəbi nədir ki, yəni bu haykü bu qədər, yəni ümumiyyətlə tək bu tənqiddən söhbət getmir.
Yəni sənət növlərinə baxsaq, daha çox belə deyək də narazılıq, şikayət, atmacalar, intriqalar daha çox ədəbi mühitdə hiss olunur da. Bunun səbəbi nə ola bilər? Bu sualı mən sosial şəbəkədə bir dəfə yazmışdım. Mənə yadımda deyil, kimsə mənə yazmışdı ki, yazı pozu adamlarıdır deyə, ona görə hay-küy salır. Mən deyirəm bu yazı pozu da, yəni bu susqunluqla görülən bir işdir. Yəni bu aparıcılar olsa, deyək aparıcılar ittifaqı var, onlar danışırlar. Yəni, yazıçı niyə danışsın şair? Yəni bu yazı adında yazı var da. Yəni niyə görə bu qədər say çoxluğudursa, məsələn bildiyim qədərilə rəssamların ittifaqında da 1000-dən çox üzv olmalıdır. O qədər rəssam var. Yazıçılar Birliyində söz düşmüş, yəni nə qədər üzv var? 3000 var. Yox, dəqiq bilmirəm, sayını bilmirəm. Amma rəsmi açıqlamalar olur da axı deyirlər. Ha, olur amma yadımda qalmayıb açıqlayır. Hə. Bir də deyirdilər 2500 bu rəqəm fırlanırdı hardasa, amma əsası var, yoxdur bilmirəm. Məsələn, Azərbaycan kimi balaca ölkədə 10 milyonluq əhali sayını götürsək, tək bir ittifaqın 2500 üzvü çox deyil. Yəni. Çoxdur və dalı da dayanmadan gəlir. Və bunun hələ ittifaq, birliyə üzv olmayanlar da var, bəlkə də bir o qədərdir. Bir tərəflər ondan bəlkə də çox olar. Yəni üzv olanlardan bəlkə də çox olar. Yəni o ANAR-ın tənqid olunmağı, məncə orada tənqid hədəfi şəxs yox, kreslodur. Yəni orada ANAR yox, başqa bir adam da olsaydı, yəqin ki o, yəni Seymur Baycan olsa onu da tənqid eləyəcəkdir. Yox, mən sadəcə həmişə maraqlı gəlib, həqiqətən mənə maraqlıdır. Yəni Rəssamlar İttifaqının sədrinin də 80 yaşı var, yəni o da 80 neçənci ildən sədrdir. Yəni rəssamların ümumiyyətlə biz eşitməmişik də, desin ki, Fərhad Xəlilov bizim yolumuzu kəsir. Fərhad Xəlilov bizi çəkməyə qoymur. Bu cür, doğrudan da bu cür ittihamlar var. Yəni tam susqunluqla bu ittifaq fəaliyyətini davam elətdirir. Eyni ilə Bəstəkarlar İttifaqı da o cür. Amma biz elə ara-sıra bir də görürsünüz ki, sakitləşir, sakitlik çökür. Bir müddətdən sonra gənclər daha çox çıxırlar ki, biz ANAR-a qarşı müharibə elan edirik. Yəni bu müharibənin səbəbi nədir də? Nə ola bilər sizcə? Yox, yəni ANAR doğrudan qoymur cavan yazıçıları yazmağa. Yəni belə bir təsəvvür formalaşıb ki, yəni mən Yazıçılar Birliyinə üzv olandan sonra mən açıq-açığına bunu soruşanlar da olmuşdu. Hələ bilirlər ki, birincisi oranın üzvlərini idarə eləyirlər. Yəni diktə eləyirlər ki, sən falan şey yazmalısan. Yəni doğrudan ciddi bunu fikirləşənlər var. Yəni sən bunu yazmalısan, sən bunu yaza bilməzsən. Sonra absurd ittihamlardan biri o, siz özünüz dediniz ki, ANAR məni çap olunmağa qoymur. ANAR mənim qabağımı kəsir. Çap olunmağa qoymur da bir məntiq ola bilər. Deyək ki, bir kurasiyasında qəzet var, jurnal var, ora gəldi ki, bu adam qadağan. Məsələ belə bir ittiham olur ki, ANAR yazmağa qoymur da. Gəlib əlindən tutur. Mənim ağlıdır, yəni o necə ola bilər? ANAR necə bir gənci yazmağa qoymasın? ANAR-ın belə sadaqalarında, yəni bizdən heç bəlkə xəbər də yoxdur. Oturub özü üçün öz işi ilə məşğuldur da. Yəni bizdə nə işi və ya başqasında nə işi, o ittihamlar çox belə absurd və gülməli ittihamlardır. Məsəl üçün Elçin haqqında deyirlər ki, o mane olur, Rəşad Məcid mane olur. Yəni bu necə təsəvvür eləyə bilirlər? Tutar da Elçin götürür Rəşad Məcidə zəng deyir ki, bəs filan kəs var ha, onu çap eləmə. Yəni Elçin boyda yəni bu cılız hərəkəti eləyə bilərmi? Yəni bunu bir fikirləşək. Ya tutaq ANAR Azərturana zəng edir ki, bəs Həmidi ədəbiyyat qəzetində çap eləmə. Və İntiqam Qasımzadəyə tapşırır ki, Azərbaycan jurnalında çap eləmə. Bunlar elə fikirləşirlər ki, onların işi gücü yoxdur, ancaq oturub belə şeylərlə məşğul olurlar da. Yəni kim mənim əleyhimə yazdı, həmişə onu çap eləməyib. Halbuki belə bir şey nə eşitmişəm, nə görmüşəm. Amma ədiblərin iddialarından biri də budur ki, yəni ANAR 35 ildən artıqdır bu kürsüdə əyləşib. O dəyişməlidir ki, ola bilər. 35-38. Hətta 38, 87-dən. Hə, mən düz hesablamadım. Yəni belə iddia var ki, yəni bu çox oturduqca deyək ki, fikirlər də köhnəlir, komanda da köhnəlir. Bu daim dəyişməlidir. Ki, yəni ola bilər daha cavan, daha gənc adam gəlsin. Bəlkə ola bilər ədəbiyyatımızda ağ günə çıxa bilər, xaricə çıxa bilərik. Hansısa müsabiqələrə qoşula bilərik, nə bilim hansısa mükafatlara bəlkə namizəd ola bilərik. Yəni bu tənqidin sizcə bir mənası var ya yoxdur? Məncə yoxdur. Çünki xaricə çıxmaq üçün 80 dənə yol var.
Yəni xaricə çıxmaq üçün birinci xaricə çıxartılmalı əsər yazmaq lazımdır. O əsəri yazandan sonra indi internet dövründə götür xarici nəşriyyatlarla özün əlaqə saxla. Nə bilim, biri səni tərcümə ilə göndər. Yəni sən nə üçün bunu yazıla birindən və ya hər hansı bir başqa bir qurumdan gözləyirsən ki? Sizcə yazılır əsərlər? Qərb ölkələrində məsəl üçün oxucu qazanacaq bir əsərlər. Az da olsa məncə yazılır. Məsələn, kimin adını çəkə bilərsiniz? Cavanlardan yoxsa fərqi yoxdur yaşlılardan? ümumiyyətlə, sağ olanlardan. Qocalı cavanı. Məsələn, sizcə kimin yaradıcılığını tərcümə eləyib belə ürəklə təqdim eləmək olar ki, var bizdə də? Əslində bu xarici mükafatların son 10 il ərzində kimlərə verildiyini, Booker olsun, sonra Nobelin özü olsun, sonra İrlandiyada Dublin mükafatı var. Onların təltif etmə siyahılarına baxanda görürsən ki, əslində bizdə bir çox yazısını dünyaya çıxartmaq olar. Məsələn, kimi çıxartmaq olar? Hamını istəyir Rasim Qaracası olsun, Səlim Babulluoğlu nisbətən çıxıb, Avropanın bir neçə ölkələrində onun kitabları çap olunub. Ya o sayılmır da, məsələn Kamal Abdulla da tərcümə olunub. Avropada mənə elə gəlir bir dil yoxdur ki, o dilə tərcümə olunub. Həmin ölkədə də kitabxanalarında yaxud kitab mağazalarında kitab olmasın. Yəni bu sayılmır da, yəni bu yazıçının tanınması demək deyil. Biz heç qarantiya da verə bilmərik ki, məsəl üçün mənim kitabım hardasa xaricdə çap olunsa mən tanınacağam ya yox. Biz buna da qarantiya verə bilmərik. Siz necə düşünürsünüz? Yəni bu qədər yazı əhlinin olması və get-gedə də bura axın edilməsinə səbəb nə ola bilər? O mənim özümə də maraqlıdır. Məsəl üçün biz çap olunmağa başlayanda 2010-cu illərdə bu qədər axın yox idi. Yəni bu qədər cavan yazmırdı. Yox, mən deməzdim. Həmin ərəfələrdə roman bumları var idi. Roman bumu oldu. Kim gəldi roman özdə yazırdı və 13-14-cü illərdə böyük bir bum oldu. 2010-larda çox böyük. Və ondan sonra da həmin yazanların əksəriyyəti ümumiyyətlə yoxa çıxdılar. Hara getdilər, nə oldular bilinmədi də. Amma roman bumu deməyək, amma roman mübtəlası deyil, yoxsa nə deyək, hələ də davam eləyir. Əksəriyyət elə bilir ki, ancaq roman yazmaqla məşhurlaşmaq, tanınmaq olar və sözü ancaq romanda demək mümkündür. Amma janrlar müxtəlifdir axı. Cavanşir Yusifli ilə müsahibə eləyəndə o maraqlı bir şey demişdi. Deyir, əgər söz varsa, onu deyə biləcəyin janr da var. Vacib deyil ki, sən roman yazırsan. Yəni, o qədər dünyada da bu cür yazıçılar var ki, onlar ümumiyyətlə roman yaza bilməyib də. Roman onun janrı deyil. Yəni, özünü nə üçün gücə salırsan. Başqa hələ hekayə ilə də tarixdə qalmaq olar, şeirlə də tarixdə qalmaq olar. Bu məsələnin bir tərəfi və cavanlar həqiqətən mənim özümə də çox maraqlıdır ki, bunları məcbur eləyən nədir də? Yəni, çox böyük axın var. Hələ Facebook'a açırsan, 10 nəfərdən 9-u nəsə yazıb paylaşır. Əslində bir tərəfə baxanda bu biraz qanuna uyğunluq da deyə bilərik. Nəyə görə? 200 il qabağacan təhsili ancaq imkanı olanların uşaqları ala bilirdi, istəyir qərbdə, istəyir şərqdə və onların da əksəriyyəti nəsə yazırdı, ədəbi şeylər yazırdı. Məsəl üçün bizdə elə Fəxrəddin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı əsərinə baxanda orada o qədər şair adları var ki, məsəl üçün Qubada Abbasqulu Ağanın məclisində olanlar, baxırsan hamısı da bir-birinə əm uşağı, xala uşağı, qohumlar da, sonra Qarabağdakı ədəbi məclislərdə, Bakıdakı ədəbi məclislərdə, Lənkərandakı ədəbi, o şairlər indi heç biri yoxdur. Yəni onların bir dənə xüsusiyyəti var idi, özəlliyi var idi ki, yəni atalarının biraz pulu olub, bunları təhsil verə bilib, yəni başqalarına nisbətən daha yaxşı təhsil ala biliblər və şeir yazıblar. İndi təhsil məcburidir və əksərən də pulsuzdur. Əgər özün pulluya qoymursansa uşağı, təhsil pulsuzdur. Və Paul Auster'in Qırmızı Dəftərin hekayələri kitabında bir qısa hekayəsi var. Özü necə yazıcı olub, yazmağa başlayıb.
Çox maraqlı hekayədir. Orada deyir ki, 11-12 yaşım olanda beyzbol oyununa getmişdik ailəmizlə bir yerdə. Polun azarkeş olduğu komandanın oyunu idi. Oyundan sonra ən sevdiyi oyunçuya yaxınlaşıb ondan avtoqraf istəyib. O deyib ki, qələm ver yazın. Qələm yoxdur, atasında yoxdur, anasında yoxdur. Oyunçu da deyib ki, bəs heyif, qələm olsaydı yazardım. Bu ondan sonra sabahsı gündən başlayaraq heç vaxt cibimə qələm qoymamış evdən çıxmadım. Və axırı yazır ki, əgər davamlı cibində qələm gezdirirsənsə, bir gün oyuna yazmağı da istəyəcəksən. Və bu təhsilin yəqin ki, bu qədər Təsiri yoxsa fəsadı? Fəsad, artıq fəsad adlandıra bilərik bunu. Amma əvvəl təsiri idi. Yəni qanuna uyğunluqdur məncə bu qədər olmağı. Amma yenə də çoxdur. Bizimki kimi balaca ölkə üçün və ədəbiyyatın heç bir potensialı olmayan bir ölkə üçün bu qədər yazısı, şair çoxdur və davamı da həddindən artıq çox gəlir. Özdə 2010-cu illərdə o mən bayaq qeyd elədim, roman bumu ki var idi. Eyni vaxtda da həmin vaxtda mediada da müxtəlif belə də işıqlandıran saytlar var idi. Oxuzalı filan qəzetlər də dərc olunurdu, internet portalları da var idi, mədəniyyət portalları. Belə bir qəribə tendensiya var idi. Deməli, Əndirabadi əcaib, qəraib şeylər yazırdılar. Adını da qoydular postmodernizm nümunəsi. Sonra bəlli olmuşdu ki, bunların əksəriyyəti ümumiyyətlə heç bilmir postmodernizm nədir. Belə həlləm-qəlləm yazırdı. Gəlir dedi ki, bu belə nə üslubdur, bu nə dildir belə, bunun başı harada, ayaq harada. Siz bilmirsiniz, bu postmodernizmdir. O sayın çox olmağına gəlincə, bunu Seymur Baycanda haçansa qeyd eləmişdi, yadıma gəlir. Bir də ədəbiyyata ümumiyyətlə asan bilib, yazmağa asan bilib gəlirlər də. Bu yazmaq elə bir şeydir ki, bu məktəbdə hamı hərfləri keçir. Deyək ki, rəssamlıq indi hər adam götürüb oxşadıb çəkə bilmir də. Yəni biz karandaşı versək nə qədər adam almanı bənzədib çəkə bilər. Kinodur, kino sənayesi belə də zırıltıdır. Yəni onun kameralarını tap, işıq tap, montajı var. Ağır prosesdir. Musiqidir, məsəl üçün hansı alətdə çalmağa bacarmalısan, onu nə qədər adam nə qədər alətdə çala bilir, yaxud solfejo biliyin olmalıdır, notaları bilməlisən. Ən rahatı nədir? Elə Word-ı açım, yazıdır da cümlə qururuq. Cümlə qurmağı da ibtidai siniflərdən öyrənirik. Bir hekayə fikirləşəcəm sujeti və başlayacağım yazmağa və əksər hallarda elə bu cür mətnlər gəlir, çıxır ortaya və deyəndə də acıqlarına gəlir çoxunun. Ki, niyə belə deyirsiniz də, bəs mənim böyük iddialarım var. Ola bilər, bəlkə də işsizliklə əlaqədardır. Ola bilər. Bekarçılıq. Bekarçılıqdan da ola bilər. Bizdə əyləncə anlayışı da tam formalaşmıyor və əyləncə yerləri də demək olar ki, yoxdur. Bu da ola bilər. Bir də siz bir dəfə bu məsələ ilə bağlı biz yazışırdıq. Siz yaxşı qeyd eləmişdiniz ki, o yazıçılar ki var idi, o hansı ki Əndirabadi bu axın eləyib gəlmişlər, sonra yoxa çıxdılar. Onların 90% məlum oldu ki, sonra yaxşı yerdə iş tapdılar. Və sonra o işləməyə başlayandan sonra ədəbiyyatın da başını atdılar. Deməli, yaradıcılıq işi kimi baxmırdılar da buna. Bir də ki, bu sosial şəbəkələrdə daha çox biz görə bilirik də o parlayan işıqları. Deyək ki, yeni addım atan müəlliflər sosial şəbəkələrin arasında Facebookda özünü PR işlərini görməyə başlayıb və əksər deyək ki, yazıçıların, şairlərin ulduzu Facebookda parlayıb. Hətta bir-iki şair olmuşdu, hadəsə demişdi ki, əgər Facebook olsaydı mən ümumiyyətlə şeir yazmazdım. Yazmazdım, olub elə hallar da olub. Amma sosial şəbəkələr, məsəl üçün, fərqli sosial şəbəkələr də var da. Twitter'da var, köhnə Twitter, indiki X saytı, Instagram var. Amma nədənsə, sanki bizdə ədəbi mühitin reklam olunacaq yeri, meydanı Facebook'da olur. Belə bir qəribə, maraqlı bir... Yəqin ki, o Facebook'da paylaşım eləmək, yəni daha uğurlu olur. Bəlkə ona görədir, bilməm. Amma siz hazırda indi Facebook'da yoxsunuz? Yox, mən sosial şəbəkələr mənim vaxtımı çox alır. Yəni Instagramın çox az istifadə eləmişəm, bir neçə ay. Twitter'də heç vaxt olmamışam. İndi bir dənə Telegramla, WhatsApp'da o da ki, artıq məcburiyyətdir də. Yəni Telegramla xəbər kanallarını izləyirəm. WhatsApp'da ki, artıq telefon kimi bir şeydir. Facebook'da mən
2018-də deyəsən bağlamışdım. Bir 2 il, 3 il işlətmədim. Sonra Lənkəranda işləyəndə artıq sosial şəbəkə lazım oldu. Çünki səhifələri mən idarə eləyirdim. Ondan sonra qayıtdım. Polisdə işləyəndə də yenə paylaşımlar eləmək üçün lazım idi. Polisdən çıxandan sonra yenə bağladım. Çünki mənə çox mane olur. Həm vaxtı çox aparır, sonra neqativ enerji çox ötürür. Yəni oturduğun yerdə elə bil deyirsən kiminsə paylaşımını oxuyursan, nəsə rastlığa çıxır və ya bir video şəkil rastlığa çıxır və bütün keyfin korlanır. Çox təsir eləyir. Ona görə o təsirə düşməmək üçün istifadə eləmirəm. Maraqlı məqam da budur ki, Facebookda o tutsuzduran yazarlar olur. Onlar məsəl üçün başqa sosial şəbəkələrə keçəndə istədiklərini alındıra bilmirlər. Yəni məsəl üçün deyək ki, hər sosial şəbəkənin özünün belə spesifik kodeksləri var da, davranış kodeksləri. Hərəsinin özünün dili var, öz belə deyək ki, məsəl üçün jargonları var. Məsələn, bu bir müddət əvvəl Kəramət Böyükçül, hansı ki Facebookda yəni tutuzdurub da, məsəl üçün keçmişdi X saytına, orada bir müddət yəni o reaksiyanı ala bilmirdi. Yəni maraqlıdır ki, yəni sosial şəbəkələr içində yəni ancaq Facebook yəni uyğun gəlir. Çünki sosial şəbəkələrin kütlələri də fərqlidir axı. Yəni Facebookun kütləsi biraz başqa cürdür, Instagram tamam başqa cürdür. Sonra Twitterin kütləsi artıq biraz necə deyim, yəni Instagramın kütləsi əsasən qlamurdırsa, yəni Azərbaycan üzərindən götürməli olsaq, yəqin ki aşağı-yuxarı az miqdar intellektuallar elə Facebookdadır. Amma TikTok uyğun gələ bilməz. Niyə məsəl üçün TikTokda da var. Şairlər şeirlərini çəkib var. Məsəl üçün mən elə bir sözü deyim, 2 şair orada reklam eləməklə bir xeyli də kitablarını satırlar. Var, yəni bacarırlarsa nə yaxşıdır. Yəni yaxşı mənada istifadə edə bilirlərsə bu çox yaxşıdır. Özlərini reklam eləyirlər, belə deyək, yaradıcılıqlarına və müəyyən bir kütlələri formalaşır. Yəni tanınırlar da. Yaxşıdır. Yəni bunu bacarırlarsa yaxşıdır. Həmid bəy, sizin yaradıcılığınız fəaliyyəti boyunca iri həcmli əsəriniz olmayıb, roman. Şanapipi haqqında mahnı miniatür roman adlandırılmışsınız. Uzun hekayə deyək də yəni ona. Amma yəni böyük həcmli roman olmayıb. Yəni nə vaxtsa planlaşdırılır. Var. Əlimdə elə hazırda 2 dənə yarımçılıq roman var və o Əkiztay hekayəsi də əslində o roman qaralamasıdır. Yəni Bakı şikəstəsi 4 qısa romandan ibarət olmalıdır. Teatrologiya kimi fikirləşmişəm. Bu onun birincisidir. Bunu da yəni o birislərin də qaralaması var. Müəyyən hissələrini yazmışam. Bu onların içində ən bitkini idi də, ən bitkin qaralama bu idi. Və çap elətdirməyimə bir səbəb də həvəslənib o yazmaq üçün həvəs almağım oldu ki, yəni fikirləşdim əgər belə eləsəm daha həvəslə işləyə bilərəm üstündə və işə də yaradı. İndi onu genişləndirirəm. Həmid bəy, sizə sonuncu sualı vermək istəyirəm. Bununla da yekunlaşdıraq bizim söhbətimizi. Deyək ki, indiyə qədər dünya ədəbiyyatında yaxud yerli ədəbi mühitdə yazılmış hansı əsər var ki, məsəl üçün siz onu oxuyub belə heyranlıqla münasibət bildirmisiniz və istəmisiniz ki, onun müəllifi siz olasınız. Yəni kaş bu romanı mən yazardım. Ya kaş bu hekayənin müəllifi mən olardım. Əsərlər də var. Heyran olduğum və heyran olduğum yazıçılar da var. Yəni məsəl üçün birinci yazıçılardan başlayım. Nəcib Məhfuz məsəl üçün heyran olduğum yazıçılardandır, amma yaradıcılığını bəyənmirəm. Heyranlığım nə mənadadır? Yəni o özünə bir plan qoyub, belə deyək, və o plandan çıxmayıb, işləyib. Yəni orada sonra George Simenondur. O da müəyyən qrafiklə işləyib. Üzr istəyirəm, Nəcib Məhfuzun yaradıcılığını bəyənmirsiniz? Yox, yəni çünki onun romanları çox sadə, bəsit. Bəs ondan Nobel almağının səbəbi nə ilə əlaqələndirirsiniz? Dini motivli roman yazmışdı və ölkəsində qadağan olmuşdu. Yəqin ki, bu rol oynamışdı. Yenə də konjunktura. Hə.
Düz o romanı da oxumuşam. Məhəlləmizin övladları. Türkçəsi var. Türklər onu Cəbəlavi küçəsinin uşaqları adı ilə tərcümə eləyiblər. 5 hissədir. Onu da oxumuşam, o da zəif romandır. Yəni məndə onu heyran eləyən, yəni Necip Məhbus heç vaxt Qahirədən çıxmayıb. Nobel almağa da qızları getmişdi, özü getməmişdi. Həftənin müəyyən günləri bir çayxana olub ki, gedib orada otururdu, cəmaatla görüşürdü, onların əhvalatlarına qulaq asırdı və sonra əsərlərində istifadə eləyirdi. Yəni günün müəyyən saatını ancaq yazmağa sərf eləyirdi. 40 il eyni qəzetə məqalə yazıb. Yəni bu davamiyyət məni heyran eləyir. George Simenon'da da adını çəkdim bayaq. Onda da bu davamiyyət məni heyran eləyir. Amma heyran olduğum əsərlər, məsəl üçün klassik əsərlərdən deyə bilərəm, Sərgərdan Melmot romanı. O çox xoşuma gəlir. Bəlkə də klassik əsərlərin içində ən xoşuma gələn əsər odur. Müasir əsərlərdən Roberto Bolaño'nun 2666 romanı. Onu yox, amma o kimi bir şey yazmaq istəyərəm. Yəni o cür bir şey yazsam bəlkə də ondan sonra heç yazmaram. Çünki o bəs eləyər. Odur sonra bir də Margaret Atwood'un Kör Qatil romanı. Azərbaycanca Kör Qatil adı ilə tərcümə olunub, amma daha dəqiq tərcüməsi Kör Sui-qəsdçi. O romanı da çox xoşuma gəlir. Təşəkkür edirəm Həmid bəy. Mənim dəvətimi qəbul edib gəldiniz və mənim üçün çox xoş oldu sizinlə söhbət elədik. Sizin yaradıcılığınızı da biraz belə təhlil elədik, az da olsa. Və mən sizə uğurlar arzulayıram. Çox sağ olun. Mənə də xoş oldu ki, layihənin birinci qonağı mən oldum. Çox sağ olun, xoş sözlərə görə də, söhbətə görə də, dəvətə görə də.